Deməli, bundan əvvəlki tapşırıqda olduğu kimi, yenə də bu ifadəni sadələşdirirəm. Alıram belə bir ifadə və biz bilirik ki, ədədi orta həmişə böyük bərabərdir həndəsi ortadan. Bu ifadənin ədədi ortasını tapsam, olar 1 bölünsün x üstəgəl x-i ədədi ortanı tapmaq üçün bölməliyəm 2-yə. Böyük bərabərdir kök altında 1 bölünsün x üstəgəl x-dən. Vurulsun x-dən. Deməli, burada hər tərəfi 2-yə vursam, alaram ki, 1 bölünsün x üstəgəl x böyük bərabərdir. Bu kökün cavabı 1 eləyir, 2-yə də vuranda 2 eləyir. İndi bizə bu ifadə yox, 2-də 1-ə vurulmuşu lazımdır. Yəni, bunun hər tərəfində 2-də 1-ə vuranda olur 2-də 1, 1 bölünsün x üstəgəl x böyük bərabərdir. 2-ni də 2-də 1-ə böləndə 1 eləyir. Deməli, bu ifadə özü böyük bərabərdir 1-dən. İndi burada böyük bərabərdir 1 yazdım, amma buraya yazdım ki, 1 ola bilməz. 1 ola bilməzsə, deməli, ifadənin ən balaca qiyməti 2-yə bərabərdir. Bu qədər.